Salam əziz izləyicilər, əziz şagirdlər, xoş gördük sizləri. Bugün sizinlə 2025-ci il test toplusundan 4 bucaqlılar bölməsindən 37-ci sualın izahına baxacağıq. Demək, məsələnin şərtində bizə deyilir ki, düzbucaqlı trapesiyanın diaqonalı 2 kökdə 2 minus 1 bölünsün 8 cm olub, onu 2 oxşar bərabər yanlı düzbucaqlı üçbucağa ayırır. Trapesiyanın perimetrini tapın. Baxın, burada bir şeyə aydınlıq gətirəyim. Tutaq ki, mən düşünsəm ki, bu diaqonaldan gedir söhbət. Burada 2 dənə bərabər yanlı üçbucağın alınması mümkün deyil. Demək, söhbət burada başa düşmək lazımdır ki, nədir? Kiçik diaqonaldan gedir. Bu zamanda bərabər yanlı sözü də var idi orada. Onda bunlar 45-45 olacaq. Yəni, bu kiçik tərəfə biz A desək, bu da A olacaq və oxşar üçbucaqlar olduğu üçün bu da 90-dır və bunlar da yenə də 45-45. Bu üçbucağa 45 dərəcəli xassəni tətbiq eləsək, bu tərəf olacaq A kökdə 2. Burayla da bura bərabər olduğu üçün burada A kökdə 2 olacaq və trapesiyanın böyük oturacağı bu zaman 2A olur. Burada demək bir şeyə aydınlıq gətirəyim. Bu diaqonal deyir nə qədərdir? 2 kökdə 2 minus 1 bölünsün 8-dir. Biz buradan deməli A kökdə 2-ni, yəni diaqonalı 2 kökdə 2 minus 1 bölünsün 8-ə bərabər eləyib. Burada çevirmələr aparsaq, görərik ki, A-nın qiyməti olacaq burada 4 minus kökdə 2 bölünsün 16 olur. Və biz bu qiyməti gətirib trapesiyanın tərəfinin yerinə yazsaq və perimetri hesablamağa çalışsaq, görərik ki, burada deməli nə qədərdir? Perimetri hesablasaq, olur perimetrimiz burada 4A plus A kökdə 2 olur. Və bu qiymətləri yerinə yazsaq, yəni 4 vurulsun A-nın qiyməti, onda olacaq 4 minus kökdə 2 bölünsün 4 plus olacaq. A kökdə 2-nin qiyməti də artıq bizə bəllidir. Nə qədər idi? Demək, digəri 2 kök altında 2 minus 1 bölünsün 8-dir. Və biz bunu ortaq məxrəcə gətirsək burada, görərik ki 8 olur. Burada 8 minus 2 kök altında 2 plus 2 kök altında 2 minus 1 və bərabərdir. Burada 2 kök altında 2-lər islah olacaq. Qalacaq burada 8-də 7. Məsələnin cavabı olur 8-də 7. Yəni D variantı. Videonu diqqətlə izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.